İzləyicilər, bir daha salamlayırıq. Qəhrəmanlar deyərək Biləsuvarın Aşağı Cürəli kəndində dərhal gördük. Şəhidimizin atası Hilal kişi, Vətən müharibəsinin qəhrəmanı Cavid Mahmudovun atası məzar üstə dönməyin görən kimi özümüzə borc bildik. Dərhal dönək, qəhrəmanımızı yaxından işıqlandıraq. Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizi çəkib işıqlandırmaq hər Azərbaycanın borcu olduğu kimi bizim də borcumuzdur. Vətənimizi rahat sərbəst azadlığımız uğrunda canından keçdi. Baş leytenant şəhid Rəşad Rəşidoğlu Mahmudov ruhu qarşısında baş əyirik toz döyüşlərində canından keçdi. Əlbəttə ki, özümüzə borc verir. Hilal dayı, sizi salamlayıram. Qarşınızda baş əyirəm. Mən dərhal gördüm ki, siz məzar önünə gəlirsiniz. Mən də təsadüfi idi də, biz yol gedirdik. Dedim, borc bildim ki, düşüm dərhal qəhrəman şəhidimiz, Vətən müharibəsinin qəhrəmanı şəhidimiz kapitan Cavid Mahmudovu işıqlandıraq. Bizim burada belə deyək, əzizlərimiz hər bir məzarlıqda əzizlər yatır. Bax, bugün hər zaman onu mühafizə edən, təmənnasız xidmətində olan şəhid abidələrin və məzar önlərini tərtəmiz saxlayıb hər zaman xidmətində olan ağsaqqalımızdan söz götürmək özümüzə birinci borc bilirik. Buyur. Birinci Vüsal kişi, sənə öz təşəkkürümü bildirirəm. Sən həmişə bizim şəhidlərimizin, vətən şəhidlərimizi hər cəhətcə belə tərənnüm edirsən. Yəni onların elə xidmətdir də, o da bir xidmətdir, böyük xidmətdir. Sənə təşəkkürümü bildirirəm. Və Vətən müharibəsi, qəhrəmanları, şəhidləri, bütün şəhidlərimizdən Allahdan onlara rəhmət diləyirəm. Ailə üzvlərinə səbir diləyirəm. Amin. Vətənimiz sağ olsun. Sağ olsun ki, onların hesabına biz bu torpaqda azad şəkildə gəzirik və Allah rəhmət eləsin. Sənə də öz təşəkkürümü bildirirəm. Çox sağ ol. Təşəkkür edirik bizdə ki, sizin etdiyiniz xidmətlər göz qarşısındadır. Əlbəttə, hər bir Azərbaycanlının borcudur, ancaq o borcu siz icra edirsiniz. Elə insanlarımız var, bugünkü gündə şəhid başımın tacıdır. Qarşısında baş əyirəm, dildə deyir və əməlində başqa cür olur. Ancaq həqiqətən azacıq olsa da şəhid sevənlər, ancaq bugün o şəhid sevənlərlə biz fəxr edirik, qürur hiss keçiririk. Bugün haqqın yanında olmalıyıq. O haqqdır ki, əbədidir, daimidir. Biz müvəqqəti olan dünya malı, müvəqqəti olan var dövlət, vallah bizim heç bir vaxt, bizim bu dünyada müvəqqəti bizim xeyrimiz ola bilər. Ancaq əbədi qalan bizim yaxşılıq, hörmət və haqq, bunlar da bizlər üçün əbədi olan, onların yanında olmalıyıq. Siz də elə bir işin arxasıca xüsusilə təşəkkür edirik, var olasınız.